Mən o vaxt sənə görə çox narahat idim. Bilmirəm axı niyə getdin. Özün bilirdin ki, səni orada nələr gözləyir. Həbs, məhkəmə, ölüm. Görürsən ki, sağ salamatam. Necə oldu salamat qala bildin? Necə deyərlər, bəxtim gətirdi. Zarafat eləmirsənsə, demək əcəlin çatmayıb. Sən savadlı adamsan, ağıllısan. Onlar məhz belə adamları məhv edirlər. Axı, siz nə bilirsiniz orada nələr baş verir? İnqilab onlara baha başa gəlir. Aydın, hər şeyi bilirəm. Sizin inqilab çətin doğan qadına bənzəyir. İnqilabın ilkin mərhələsində bizim ölkəmiz elə çox əzab çəkəcək. Doğum üstə əziyyət çəkən bir qadının müthiş işgəncəsinə, üzüntülərinə, istirablarına, bir sözlə ağır acısına oxşayır bu. Doğduğu da elə məlum deyil. Qalacaq ya öləcək. Bu sizin qəzetdəndir? Yox, Leninin məqaləsidir. Peyğəmbər kəlamları. Onun yazılarını oxuyursan? Mən elə bilirdim. Yeni tarixinizi meydlər üzərində qurursunuz. 4 il ərzində 10 milyondan çox adam qırılıb. Təkcə Rusiyadan qaçan mühacirlərin sayı 2 milyon olar. 2 milyon. İlahi, görəsən sizin hökumətə nə qədər insan qanı lazımdır ki, bu qırğından əl çəksin? Bu doğru deyil. Nə doğru deyil? 10 milyon düz deyil. Mən də çox istərdim ki, düz olmasın. Hardan bilirsən bunu? Nə fərqi hardan? Mənə cavab vermədin. Niyə buradan getdin? Cavab vermədim. Çətindir. Vətən borcunu ödəməyə getdim. Hər kəs öz vətəninin borcunu ödəməlidir. Nəyin bahasına olsun. Elə ona görə də mən indi vətəndə olmalıyım. O hansı vətəndir? Vətən vətəndir. Onu dar ayaqda atmaq olmaz. İlahi, niyə başa düşmürsən sən indi onlar üçün? Canlı hədəfsən. Olsun. Görünür, talihim belədir. Dostoyevski fəlsəfəsidir. Sən heç dəyişməmsən. Qutaraq bu söhbəti. Yaxşısı bu da özümdən danış. Nə danış?